أما بعد تبrik edirəm. Barakallahu lekuma və bana və cema'a beynəkuma fil xeyr. Bu dua Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yeni evlənənlər üçün etdiyi duadır. Və sonra sevgili qardaşlar, onun qazabı daha həm də şiddətli olur. Və Allah Taala'nın qazabı müxtəlif cür olur. Və yağışla həm bərəkətdir, bilirsiniz. Allah Taala yağışla bizə bərəkət göndərir, təmizləyir və həmçinin yağışla Allah Taala bəla da göndərir, müsibət də göndərir. Nə vaxt göndərir? O vaxt insanlar doğru yolundan ayrılırlar, Allah'tan uzaqlaşırlar. Və bəlaların qarşısını almaq üçün iki səbəb vardır. Və o səbəblərdən biri hal-hazırda yoxdur. O dayanır. Amma ikinci səbəb var, hələ ki. Birinci səbəb Peyğəmbər sallallahu aleyhi və səlləmin olmasıydı. Resulullah sallallahu aleyhi və səlləm sağ olarkən Allah Taala Quran-ı Kərimdə buyurdu ki, sən onların arasında olduğun müddətcə biz onlara əzab verməli, bəla göndərməli. Və artıq Resulullah sallallahu aleyhi və səlləm dünyasını dəyişir və ikinci bir qapı var ki, o da istiğfardır. Allah'tan bağışlanma istəmək, Allah'tan tövbə edib bağışlanmaq istəmək, günahları tərk etmək. Və bu qapı isə açıqdır. Allah Taala onlar istiğfar, bağışlanma dilədikcə Allah Taala onlara heç vaxt bəla göndərməz. Və bu qapı açıqdır. Ona görə hər birimiz tövbə etməliyik və Allah'tan bağışlanma istəməliyik və doğru yola gəlməliyik. Və həmçinin bağışlanma istəməyin, istiğfar etməyin çoxlu faydaları var. Allah Taala da Quran-ı Kərimdə buyurur ki, siz istiğfar edəndə, bağışlanma istəyəndə Allah Taala sizin üçün yağış göndərir, xeyirli və sizə evladlar verir, bərəkət verir, ruzi verir. Nə qədər ki, bağışlanma istədikcə bu xeyir qapıları açılır. Allah Taala'nın rəhmət qapısı açılır. Və ona görə də biz də çalışaq ki, həmişə Allah Taala'da bağışlanma istəyək və unutmayaq bunları. Və biz də görürsünüz ki, düzdür, məsələn, bəzən olur, elm inkişaf deyib, amma elə şeylər var ki, onların qarşısını heç nə ala bilmir. Heç nə ala bilmir. İnsan övladı acizdir və onda özünə qayıtmalıdır, başa düşməlidir, fikirləşməlidir. Və mən də bir daha təbrik edirəm qardaşımızı. Allah bu evliliyi xeyirli və bərəkətli etsin. Valideynləri bir daha təbrik edirəm. Və həmçinin istəyirəm ki, Allah Taala bizi bağışlasın. Allah Taala bizə xeyir qapıları açsın. Allah Taala bizi bəlalardan qorusun. Allah xalqımıza kömək olsun, hidayət etsin, doğru yola ilərsin. Allah ülkəmizə naman çərçib etsin, Allah əskərlərimizi qorusun. Əmin amanımızı qoruyanları qorusun. Allah Taala bizə xeyir qapıları açsın. Allah ülkə başımızı qorusun və onun xeyirlərini versin. Və Allah Taala bu ildə daha xeyirli və bərəkətli etsin, mübarək.